Son zamanlar çoxun həyatında qeyri-düz hadisələr baş verir. Və astroloji olaraq bu Veneranın şıltaqlığı ilə əlaqələndirilir. Bir dostuma dedim ki, sən hara getmək istədiyini bilirsənsə, ürəyin nə istədiyini bilirsənsə, sənə kənardan gələn heç bir təklif təsir eləməyəcək. Niyə? Çünki bizim istəklərimiz Tanrıdan gəlir. Bir düşünün, planetlər, Günəş sistemi, galaktikalar, kainat, ulduzlar, kainat və kainatlar və s. bunların 100 milyardlarcasının da ötəsində böyük bir boşluq var və bu boşluğun hər birində bunun içində saxlayan Tanrı var. Yəni bunların hər birini yaradan var və bunu idarə edən biri var. Sənin ruhundan bir istək gəlirsə, bu Allahdan gəlmişdir. Yaradandan gəlmişdir. Yəni sən istədiyini bildikdə, hara getmək istədiyini bildikdə, sağa, sola çəkən insanları eşitməyəcəksən, görməyəcəksən. Niyə? Çünki o istək o qədər güclüdür ki. Düşün ki, Tanrının, o hər şeyi idarə eləyənin sənə göndərdiyi istəkmi daha təsirli olar, yoxsa hər hansı bir toz parçası mı? Bu kainatda, planetlər kainatda toz parçasından da kiçikdir. Bu qədər. Əgər son dövrlərdəki baş verən hadisələrdən təsirlənmək istəmirsinizsə ki, bu təsiri demək olar ki, bitib, son həmlələri qalıb. Təsirlənmək istəmirsinizsə, sadəcə daxilinizə yönəlin. Daxilinizdə nə istədiyinizi tapın. Qəlbinizi rahatlaşdırmağa baxın. Rahatlaşdırdıqdan sonra hara getmək istəyəcəyinizi də biləcəksiniz. Nə etmək istəyəcəyinizi də biləcəksiniz. Nə etməli olduğunuzu da biləcəksiniz. Və artıq cavabları orada, burada deyil də tam da burada tapacaqsınız.